Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun qəfil səhnədən yoxa çıxması Moskva siyasi dairələrində ciddi müzakirələrə səbəb olub. Nezigar Telegram kanalına bir neçə mənbə Lavrovun qəfil yoxa çıxmasının səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirib. Bölgə TV xəbər verir ki, iddialara əsasən 75 yaşlı nazir ağır hipotermik kriz keçirib və bu səbəbdən mərkəzi klinik xəstəxanaya yerləşdirilib. Hazırda o xəstəxanadan çıxsa da hələ də reabilitasiya mərhələsindədir. Mənbələr qeyd edirlər ki, Lavrovun uzun müddətdir ürəyində problemlər var. 2022-ci ilin noyabrında İndoneziyaya səfəri zamanı Osankla xəstəxanasına yerləşdirilib. Bu barədə o vaxt beynəlxalq media məlumat yayıb. Baxmayaraq ki, Lavrovun özü xəstəxanaya yerləşdirilməsini təklif edib. Mənbələr iddia edirlər ki, bu epizoddan sonra nazir bir neçə dəfə xəstəlik məzuniyyətinə çıxıb. Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları anonimlik şərti ilə bildiriblər ki, Lavrov bu yaşda özünü tam gücü ilə işləməyə məcbur edir. Daimi stres, ağır iş qrafiki və səfərlər onun səhhətinə ciddi təsir göstərir. Son bir ildə nazirin nazirlik binasında keçirdiyi vaxt kəskin azalıb. O da çox Moskva ətrafındakı bağ evindən işləyir. Kreml və Xarici İşlər Nazirliyi nazirin vəziyyətini müzakirə etməkdən yayınmağa çalışır. Şayələri təkzib edir. Mənbələrin fikrincə reabilitasiya dövrü səbəbindən Lavrov üçün yalnız seçilmiş protokol görüşləri və qısa müsahibələr təşkil edilir ki, əlavə sızıntıların qarşısı alınsın. Mənbələrin bildirdiyinə görə hazırda Rusiya diplomatiyasına nəzarət funksiyalarının əhəmiyyətli bir hissəsini prezidentin köməkçisi 78 yaşlı Yuri Ushakov yerinə yetirir. Bununla belə Lavrovun mümkün istefası ilə bağlı yeşun qərar Vladimir Putində qalır. Mənbələr iddia edir ki, nazirin 75 illik yubileyindən sonra getmək niyyəti ilə bağlı əvvəllər də şayələr yayılıb. Lakin Rusiya prezidenti ondan Vaşinqtonla dialoqu pozmamaq üçün qalmasını istəyib. Hazırda Kreml və Ağ Ev arasında əlaqə dayandırılıb və bu nəzəri cəhətdən kadr dəyişikliklərinə qapı aça bilər. Diplomatların sözlərinə görə Xarici İşlər Nazirliyinin rəhbərinin dəyişməsi təkcə texniki qərar deyil, bu Rusiyanın xarici siyasət kursunun da dəyişməsi demək ola bilər. Lavrovun hazırki yoxluğu 10 illərdir davam edən fəaliyyətində ən uzun fasilələrdən biri sayılır. Fikrət Qədimli, BTV.